Mən indi sizə əsrimizin çox böyük şiə alimi olan Ayətullah Əl-Uzma Məhəmməd Sadiq Ruhaninin öz rəsmi saytında olan fətvanı oxuyacağım. Ölkəmizdə olan şiə bacı qardaşlarımız da bu fətvaya hökm versinlər. Deməli, o soruşulur. Eyyuhuma asah, həl huvə qovlu ya Fatimə tuşfini, əm huvə qovlu Allahümmə bihaqqi Fatimətə işfini. Sual, hansı daha doğrudur? Ey Fatimə, mənə şəfa ver deməkmi, yoxsa Allahım, Fatimənin haqqı ilə mənə şəfa ver demək? Cavab, la mani'a min isti'mali kiləl üslubeyn. Hər iki üslubdan istifadə etməyin heç bir maniyəsi yoxdur. Çünki ehtiyacları tələb etməkdə uca Allaha, Məhəmməd və Məhəmmədin əhl-beyti ilə aleyhissalam təvəssül edərək ona üz tutmaq icazəli olduğu kimi, o ehtiyacları birbaşa məsumların nurlu zatlarından, varlıqlarından deyək, istəmək də icazəlidir. Uca Allah imamları feyzinin, bol ruzisinin vasitəsi etdiyi zaman varlıq aləmindəki ən kiçik atomdan tutmuş, ən böyük qalaktikaya qədər olan vilayəti, hökmranlığı, idarəçiliyi imamlara vermiş və beləliklə də imamlar bütün məxluqatlara kömək edərək onların ehtiyacını ödəmək qüdrətinə malikdirlər. Lakin əziz izləyicilər, bu böyük şiə aliminin fətvası açıq aydın Quran-ı Kərimə ziddir. Uca Allah buyurur: "Əyyüşrikunə mə la yaxluqu şey'ən və hum yuxlaqun." Onlar heç nəyi yarada bilməyən və özləri də yaradılmış olanları mı Allaha şərik qoşurlar? Özləri yaradılmış olanları. O kəs yaradılır, ondan dua edib kömək istəmək olmaz. Halbuki şərik qoşduqları nə onlara, nə də özlərinə kömək edə bilərlər. Allahdan başqasına dua etdikləriniz də, baxın əziz izləyicilər, bəziləri deyir ki, Allahdan başqa dua etdiklərimiz deyəndə daş, qəbir, bütdən kömək istəmək olmaz deyirlər. Qəbir demirlər, bütdən kömək istəmək olmaz deyirlər. Halbuki uca Allah indi burada görün, insanları nəzərdə tutur. Allahdan başqa birinci deyəndə, Allahdan qeyri deyəndə, Allahdan başqa deyəndə bütün Allahdan qeyriləri orada daxildir. Və hətta Allah Taala bu kimi kəslərin bir daha anlamaları üçün yenə deyir ki, Allahdan başqasına dua etdikləriniz də sizin kimi qullardır, insanlardır. Əgər onların sizə kömək edəcəkləri iddianızda doğrusunuzsa, dua edin onlara, onlar da sizə cavab versinlər. Əl-Əraf surəsi 191, 192, 194-cü ayələr. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Doğrudan da vəhabilərin çıxışlarına qulaq asanda insan bir daha ağıl, düşüncə, fəhim nemətinə görə Allaha şükür edir. Və bunların nə qədər dar düşüncəli olduğunu bir daha görür və şahid olur. Deməli, Debat Fərarisinin bir videosu qabağıma çıxdı. Elə əvvəlindən bir hissəyə baxan kimi nə qədər bir daha dar düşüncəli olduğunun şahidi oldum. Bir hissəni inşallah burada qeyd edib necə dar düşüncəli olduğunu göstərəcəyik. Qalan hissəsini inşallah Teala növbəti bəhslərdə qeyd edərik. Məlumdur ki, orada da elə burada necə özünü rüsvay edibsə, orada da özünü o cür rüsvay edib. Ümumiyyətlə, hətta 50 il, 100 il bundan sonra da hər hansısa bir vəhabi görsöz ki, çıxır, tohiddən danışır, güya şiələri müşrik hesab eləyir, alimlərinin sözlərinə görə irad gətirir. Bilin ki, boş-boş danışıqdan başqa bir şey deyil. Çünki bunlar özlərindən yeni şey çıxaran deyirlər ki, İbn Teymiyyə, Məhəmməd ibn Abdülvəhhab və bunun mislində olan alimlər necə təməlini qoyublarsa, bunlar da eyni batil fəhmi götürürlər onlardan və təkrarlayırlar. Deməli ki, əvvəlcə böyük şiə təqlid mərcilərindən olan Sadiq Ruhaninin rahiməhullah fətvasını gətirir. Sual veriblər ki, hansı daha doğrudur? Ya Fatimə mənə şifa ver desəm daha doğrudur? Yoxsa Allahın Fatimənin haqqına, hörmətinə xatir mənə şifa ver desəm doğrudur? Alim də deyir ki, hər ikisi doğrudur. Sonra fikrini belə əsaslandırıb, yəni niyə görə hər ikisi doğrudur? Deyir, çünki Allah Azza və Cəllə onlara öz feyzinin vasitəsi qərar verib və onlara vilayət əta eləyib. Onlara qüdrət verib insanlara, bütün insanlara kömək etsinlər və ehtiyaclarını aradan qaldırsınlar. Sonra deyir ki, وَقَدْ أَرْشَدَتِ النُّصُوصُ الشَّرِيفَةُ إِلَى هَذِهِ الْحَقِيقَةِ. Deyir ki, şərif hədislər, rivayətlər bu həqiqətə dəlalət edir və bizi bu həqiqətə hidayət edir. Yəni, rivayətlərimiz var bu barədə, özümüzdən demirik. Sonra rivayətlər gətirir və axırda deyir ki, وَالرِّوَايَاتُ فِي هَذِهِ الْمَعْنَ كَثِيرَةٌ جِدًّا. Bu mənada olan rivayətlərimiz ciddi bir şəkildə çoxdur, həqiqətən də həddindən artıqdır. Sonra güya öz aləmində bu Debat Fərarisi Sadiq Ruhaninin rahiməhullah əqidəsini vurur. Deyir ki, indi mən bir dənə Sadiq Ruhaninin rahiməhullah fikrini gətirəcəm fətvasını. Bacı qardaşlarımız hökm versinlər. Bacı qardaşlar, adi insanlar alimin fətvasına hökm verirlər, yoxsa alimin fətvasının qulaq asırlar və
onun dediyinə əməl edirlər. Yəni sizdə necədir? Sizdə adi insanlar alimlərə fikir bildirirlər, yoxsa əksinədir, alimlər insanlara elm öyrədirlər. Bu indi göy öz aləmində nəqz edir. Yəni göy öz aləmində Sadiq Ruhani rahimehullah sözünü batıl çıxardır. 40-50 yaşlı təqribən insan olasan, bu cür düşüncəyə sahib olasan. Gör bu insan hansı ayəni nə üçün dəlil gətirir? Əraf surəsi 191-ci ayəni gətirir. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Əyüşrikun ma la yaxluqu şey'an və hum yuxlaqun. Sadaqallahul aliyyul azim. Vəhabi tərcüməçisi Əlham Musayevin tərcüməsinə müraciət edirəm. Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar. Bu ayəni gətirir. Sonra deyir, görürsüz Allah xəlq olunmuşu dua edib çağırmağı, ondan kömək istəməyi icazəli bilmir. Harda dedi Allah bu ayəni? Bu sözü Allah bu ayədə harda dedi ki? Sadəcə Allah deyir ki, onlar müşriklər heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar. Bu ayəni bizə niyə dəlil gətirmisən ki, biz nədə şərik qoşmuşuq ki? Rububiyyətdə şərik qoşmamışıq, çünki alim deyir ki, Allah əta eləyib qüdrətini, Allah onlara qüdrət əta eləyib. Deməli, rububiyyətdə şərik qoşmamışıq. Allahın izni ilə bu işi görürlər. İbadətdə də şərik qoşmamışıq. Niyə? Çünki ibadət məfhumu sizdə batil fəhminizlə özünüzdən ibadətə tərif vermişsiniz. Bizdə o cür ibadət tərifi yoxdur. İnşallah Teala bunun növbəti bəhsləri qeyd edəcəyik. Əvvəllər də qeyd etmişik. Deməli, əslində bu Əraf surəsi 191-ci ayə nəyə aiddir? Bunu bilmək üçün ondan qabaqki 190-cı ayəyə müraciət edək. Yenə Əlham Musayevin tərcüməsinə müraciət edirəm, Vəhabi tərcüməçisi. Allah onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır. Deməli, Allah Azza və Cəllə bəndələr ondan övlad istəyiblər, salih övlad. Allah əta eləyəndən sonra başlayıblar nə etməyə? Özlərinə verdiyi şeydə ona şərik qoşmağa başlayıblar. 190-cı ayda bunu deyəndən sonra Allah Azza və Cəllə 191-də başlayır, deyir ki, onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar. 192-də deyir ki, bütlər nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər. 193-də deyir ki, siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. 194-də deyir ki, Allahdan savay çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın, onları sizə cavab versinlər. Ey cahil, söhbət burada kimdən gedir? O ata-ana ki, övlad Allah onlara əta etmişdi, başladılar şərik qoşmağa. Allah onların şərik qoşduqlarının sifətlərini sayır ki, onlar heç bir xeyir zərər verə bilməzlər, çağırsanız da bizə cavab verə bilməzlər, nə yardım edə bilərlər, nə də özlərinə kömək edə bilərlər. Özləri heç nə yaratmayıblar, özləri yaradılıblar. Həmin o insanlar, ata-ana ki, şərik qoşurdular, o bütlərin vəsiflərindən danışır. Bunun Sadiq Ruhani ağanın rahimehullah buyurduğu kimi Allahın qüdrət verdiyi şəxslərə nə dəxli var? Əslən, mövzunun yaxından uzaqdan bir-birinə dəxli yoxdur. Allah Azza və Cəllə xatırladır ki, bu ata-ana elə kəsləri şərik qoşdular, elə bütləri şərik qoşdular ki, vəsiflərini sayır o bütlərin. Onlar xeyri zərər verə bilmirlər, kömək edə bilmirlər, özləri xəlq ediliblər, heç nə xəlq edə bilmirlər, çağırsanız cavab verə bilmirlər və s. və s. və s. Bu həqiqətdən danışır bizə. Bunu gətirib bu cahil insan düşünə bilmir ki, bunu Allahın qüdrət verdiyi şəxslərdən biiznillah Teala nəsə istəməyə heç bir dəxli yoxdur. Orada hədislərimiz deyir ki, bəli, Allah Azza və Cəllə imamlara bu qüdrəti əta eləyib. Deməli, bunlar nəsə əta etməyə qadirlər. Allah qüdrət əta eləyib. Amma burada Allah bir həqiqətdən danışır, bir məsələdən danışır. Nədən danışır? Deyir ki, övlad əta etdik, başladılar şərik qoşmağa. Nələri şərik qoşdular bizə? O bütləri ki, vəsiflərini sayır. Heç nə bacarmırlar, xəlq edə bilmirlər, çağırsa cavab verə bilmirlər, özlərinə kömək edə bilmirlər, xeyir ziyan verə bilmirlər. Yəni, bir qədər düşünün. Və qeyd etdiyim kimi, elə bura qədər dinlədim, gördüm necə dar düşüncəli insan olduğu bir daha üzə çıxdı. Və inşallah Teala gələn dərslərdə digər o dediyi məsələlərə də qulaq asa bilirəm ki, orada da yəni özünü rüsva etdikcə rüsva edib, inşallah onlara da toxunarıq. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.